Dövlət Film Fondu Azərbaycan kinosunun ən sevilən aktyoru, rejissoru Ceyhun Mirzəyevin 80 illiyi barədə bir tədbir keçirir. Gözəl bir tədbirdir. O vaxt Ceyhun Mirzəyev ən sevilən aktyor idi. Onun ətrafına Kamal Xudaverdiyev, Fuad Poladov, mən, Əlabbas Qədirov, Yaşar Nuri hamımız toplanırdıq. Azərbaycan kinoteatrından, Targov ilə gedirdik düz Nizami kinoteatrına və dala da qayıdırıq. Məqsəd nə idi? Məqsəd o idi ki, bizim aramızda Ceyhun gedirdi və camaat onu görüb deyirdi ki, Ceyhun Mirzəyev, İsmail. Bunu deyirdilər. Bizi tanımırdılar heç kim. Bizdən bir xəbər yox idi. O bizim üçün ölməz aktyordu, ölməz sənətkardı, ölməz dostdu. Bir neçə gün bundan qabaq televiziya kanallarının birində yenə də onun filmini göstərirdilər, Ögey Ana. O qədər, elə bil ki, hər bir kadrını əzbər bilirəm, amma mümkün değildi televizor ekranından ayrılmaq. Çünki o qədər gözəl aktyor işi idi, o qədər gözəl. Adam fikirləşir ki, bu uşaq necə belə bir rol oynaya bilər? O da oradan da kino fədaisi idi, özünü də kinoya fəda etdi. Ceyhun Mirzəyev Azərbaycan kino tarixində 3 kəlmə ilə yadda qalacaq. Sadəliyi ilə, səmimiyyəti ilə, fədakarlığı ilə. O Fəryad filminə ki çəkilmişdi, orada qarda saatlarla uzanmaq, özü də ona olmazdı, o xəstə idi. Saatlarla uzanıb daxili orqanlarını məhv elədi. Amma dedilər ki, Ceyhun bu qədər yox. Dedi, yox, mən istəyirəm onu hiss eləyəm, onu yaşayam, həqiqəti göstərəm. Fəryad filmi premyerasına da gələ bilmədi, dünyasını dəyişdi.